Hər kəsə salam. Kitabxanaların hüquqları və vəzifələri testlərdə çox qarışdırılır və məhz buna görə də bugünkü videomu bu üzrə hazırlamışam. Yəni bugünkü videoda sizə bu iki anlayışı asanlıqla fərqləndirməyin yollarını göstərəcəyəm. İlk öncə qeyd etmək istəyirəm ki, kitabxana hüquqları dedikdə bunu yadda saxlamaq daha yaxşı olar. Yəni ona verilən, ona icazə verilən və qorunan səlahiyyətlərdir. Kitabxana vəzifəsi dedikdə isə kitabxanaların öhdəsinə düşən və yerinə yetirilməli olduğu işlərdir. Gəlin buradan baxaq kitabxananın hüquq və vəzifələrinə. Həm kitabxana işi haqqında qanunda, həm də ümumi təhsil müəssisələrinin əsasnaməsində kitabxananın hüquq və vəzifələri verilib. Kitabxana işi haqqında qanunda çox azdır, amma əsasnamədə daha çoxdur. Təbii ki, imtahan iştirakçıları da bunları testlərdə qarışdırır, normal bir haldır. Düzdür, bəzi vəzifə var ki, seçilir, həmin dəqiqə bilinir ki, vəzifədir, amma bəziləri hüquqla həqiqətən də çətinlik yaradır seçilməsi. Gəlin birinci kitabxana işi haqqında olan qanun və vəzifələrə baxaq, sonra isə əsasnamədə olanlara baxacağıq. Baxın, burada kitabxananın hüquqları qeyd olunubdur. Qeyd etmək istəyirəm ki, harada kitabxananın iştirak etdiyi, tələb etdiyi sözləri görürsünüzsə, bilin ki, bu artıq kitabxananın hüququdur. Yəni özü o tədbiri keçirmir, tutaq ki, özü o birliyi yaratmır və yaxud da ki, hər hansı ziyana görə tutaq ki, özü həmən ziyan ödəmir və s. Yəni bunlar artıq onun hüquqları olmayacaq. Tutaq ki, baxın, burada əgər desək ki, beynəlxalq kitabxana təşkilatı tutaq ki, yaradır. Artıq o onun hüququ olmayacaqdır. Amma burada deyir ki, beynəlxalq kitabxana təşkilatları ilə əlaqə yaradır və kitabxana biblioqrafiya informasiya sahəsində keçirilən tədbirlərdə iştirak edir. Sonra tələb edir. Yenə burada iştirak edir. Kitabxana birliklərinin yaradılmasında iştirak edir. Yəni harda kitabxananın iştirak etdiyini, tələb etdiyini, nəyəsə tələb etdiyini görürsünüzsə, bilin ki, bu onun artıq hüququdur. Amma vəzifədə isə oxuculara xidmət var artıq. Bunu da qeyd etmək istəyirəm ki, kitabxanaların ən əsas, qarşıda duran ən əsas 3 vəzifəsi olmalıdır. Birinci, təbii ki, informasiyanı əldə edir. İkinci, fondu yaradır və onu qaydaya salır. Üçüncü isə ən əsas vəzifəsi oxuculara xidmət göstərir. Yəni, harada oxuculara xidmət varsa, harada oxucuların informasiya tələbatını tutaq ki, yaxşı formada həyata keçirməyə aid olan bir cümlə varsa, bilin ki, artıq o kitabxananın vəzifəsidir. Baxın, oxucuların mədəniyyət təsisatları, mədəni sərvətlərdən istifadə etmək hüquqlarını, məlumat azadlığını təmin etmək, onların kitabxana fondlarından tam istifadə etməsi üçün hər cür şəraiti yaratmaq. Yəni, oxucu sözü gördünüz, bilin ki, artıq o kitabxanaların vəzifəsidir. Burada çox az vəzifə qeyd olunub. Hüquq da demək olar ki, əsasnamədə də bu hüquqlardır. Sadəcə 1-2 əlavə olubdur. İndi gəlin keçək, əsasnaməyə baxaq. Baxın, eynidir. Nizamədə göstərilən məqsəd və vəzifələr həyata keçirilməsi üsullarının formalarını müəyyənləşdirmək, həyata keçirmək, çap məhsulları və digər informasiya daşıyıcılarını əldə etmək, fonddan çıxartmaq, yenə tələb etmək, iştirak etmək, hesabat vermək, sonra əvəzsiz vermək və s. Yəni bunlar hamısı kitabxananın hüquqlarıdır. Vəzifə dedikdə baxın, oxucular. Sonra ədəbiyyatı elmi texnik cəhətdən işləmək, öz işləyir, qeydiyyatını təmin etmək, kitabxananın özü təmin edir, hardasa tələb etmir, qeydlər aparmaq, tərtib edir, baza yaradır, karteka yaratmaq, sonra kitabxanalararası abonement və elektron texnologiyalardan istifadə etmək imkanlarını genişləndirmək, təmin etmək, kitabxana xidmətinin səviyyəsini müntəzəm olaraq artırmaq, təşkil etmək. Baxın, biri var təşkil edilmiş tədbirlərdə iştirak etmək, biri var isə çap məhsullarını, elektron məhsulların mühafizəsini, saxlanmasını və istifadə olunmasını təşkil etmək, sənədləşdirmək, biblioqrafik məlumatları hazırlamaq, sərgilər keçirmək, yenə təbliğ etmək, yaxşılaşdırmaq. Yəni bunların hamısı kitabxananın özü tərəfindən həyata keçirilir. Və ona görə də artıq vəzifə sayılır. Sonra sanitar gigiyena normalarına riayət etmək, tədbirlər təşkil etmək, informasiya günü, müəllim günü, sinif günü. Bax, bunu da yadda saxlayın, ola bilər ki, dəyişik formada verilsin. Sinif günü yerinə məktəb yazılsın, müəllim günü yerinə şagird yazılsın və s. Ona görə diqqətlə bunu yadda saxlayın. Adi bir dəfə kitabxanada sanitariya günü keçirmək, burada da ola bilər 2 ayda bir dəfə yazılsın, ya ayda 2 dəfə yazılsın, yox, ayda bir dəfədir. Yəni belə deyim də,
Bir sözlə bu şəkildə yadda saxlayın ki, hardakı kitabxana iştirak edir, nəyisə tələb edir, bu artıq onun hüququdur. Amma hardasa oxucuya xidmət göstərir, ya özü nəyisə keçirir, təbliğ edir, ya nəyisə hazırlayır, nəyisə təmin edir, genişləndirirsə, bu artıq onun vəzifəsidir. Bəli, siz deyə bilərsiniz ki, yaxşı, bəs burada hüquq da var, əldə etmək var, çap məhsullarını və digər informasiya daşıyıcılarını əldə etmək. Bu da axı kitabxananın öz tərəfindən həyata keçirilir. Amma çap məhsullarını və informasiya daşıyıcılarını hazırlayır demir axı, hardansa əldə edir. Yəni özü bunu hazırlamır da, kimsə tərəfindən ümumiyyətlə çap məhsulları hazırlanır. Düzdürmü? İnformasiya daşıyıcıları və nəşriyyatdan ola bilər və yaxud da ki, başqa şəxslərdən ola bilər. O belə deyim, indi kitabxanaya kitabın daxil olmanın müxtəlif yolları var. Yəni bu o formada yadda saxlaya bilərsiniz ki, əldə etmək kitabxananın özü tərəfindən düzdür həyata keçirilir, amma özü onu informasiyanın çap məhsulunu hazırlamır. Baxın, burada qeyd olunur ki, ədəbiyyatı elmi və texnik cəhətdən işləmək. Bu amma artıq kitabxananın özü işləyir bunu. Və yaxud da ki, burada var idi biblioqrafi məlumat hazırlamaq. Artıq yenə bunu hazırlayır. Amma hazırlanmış biblioqrafi məlumatı əldə etmək olsaydı, artıq bu yenə vəzifə sayılmayacaqdı. Sonra burada var, yenə sonra bunu deyə bilərsiniz ki, köhnəlmiş, yararsız hala düşmüş kitabları qanunla müəyyən olmuş qayda kitabxananın fondundan çıxartmaq. Yəni bu da kitabxananın özü eləyir, amma bu hüquqdur. Sonra kitabxana fondunun komplektləşdirilməsini qanunvericiliklə qadağan olunmayan müxtəlif mənbələr hesabına həyata keçirmək. Bunu da kitabxananın özü yəni həyata keçir, amma yenə müxtəlif mənbələr hesabına. Və bunu üçünü diqqətlə yadda saxlayın. Əsas da bunu, yəni kitabxananın özü çıxardır fonddan. Yəni amma kitabxananın hüququdur. Yəni bu şəkildə yadda saxlasaq, məncə testlərdə asanlıqla hüquq hansıdır, vəzifə hansıdır ayırd eləyə biləcəksiniz, seçə biləcəksiniz.